Fonetika mövzusundan 101-ci testdən izaha başlayıram. Lalə üzdü və əl açıq sözlərini fonetik təhlil edərək ortaq və fərqli cəhətləri müəyyən edin. Ortaq cəhətlər. 1. Müxtəlif cinsli qoşa sahiblər olduğu kimi tələffüz edilmir. Bu əl açıq sözünə aiddir. Çünki əl açıq sözündə olan i saiti tələffüz zamanı düşür. Bu şəkildə olur. Əl açıq. Əl açıq. Bu şəkildə əl açıq. Ona görə bu sadəcə əl açıq sözünə aiddir. Lalə üzdü sözünə aid olmadığı üçün ortaq fikir hesab olunmur. 2. Sözdə 4 heca olsa da 3 sait səs var. Yenə də bu əl açıq sözünə aiddir. 4 heca var, amma 3 sait səs var. Çünki tələffüz zamanı i saiti düşür. i sait düşdüyü üçün 3 sait səs olur. Amma lalə üzdü sözünə bu aid deyil. Lalə üzdü sözündə 4 sait var, 4 heca var. Yəni düşmə halı yoxdur. Ona görə birinci, ikinci fikirlər sadəcə əl açıq sözünə aiddir. Ona görə ortaq fikir hesab olunmur. Fərqli cəhətlər. 3. Yanaşı gələn incə saitlərin olduğu kimi tələffüz edildiyi sözdə 2 l səsi var. Bu lalə üzdü sözünə aiddir. Yazışda 3 l samiti bir dəqiqə. Yanaşı gələn incə saitlərin olduğu kimi tələffüz edildiyi sözdə 2 l səsi var. Bəli. Lalə üzdü sözündə yazış zamanı 3 l samiti olsa da tələffüzdə 2 olur. Çünki sonuncu l samiti d kimi tələffüz olunur. Lalə üzdü bu şəkildə olur. Ona görə 3 sadəcə lalə üzdü sözünə aiddir. 4. Sözdə kəmiyyət və keyfiyyət dəyişikliyi baş verir. Bu isə əl açıq sözünə aiddir. Əl açıq sözündə kəmiyyət dəyişikliyi baş verir. Yəni səs düşümü baş verir. i sait tələffüz zamanı düşür və kəmiyyət dəyişikliyi baş verir. Keyfiyyət dəyişikliyi də baş verir, bəli. Amma kəmiyyət dəyişikliyi sadəcə əl açıq sözünə aiddir. Ona görə 3-4 fərqli cəhətlərdir. B variantı düzgündür. 102. Ehtiramla sözünün fonetik təhlili ilə bağlı hansı doğru fikirlər? Partlamaq sözünün fonetik təhlili üçün yanlışdır. Sözdə d səsi yoxdur. Ehtiramla sözündə d səsi yoxdur, amma partlamaq sözündə var. Ehtiramla sözü üçün bu yəni d səsinin olmamağı ehtiramla sözü üçün düzdür. Amma partlamaq sözü üçün düzgün deyil. Çünki partlamaq sözündə l samiti d samitinə çevrilir. Partlamaq. Ona görə birincini aid edirəm. 2. Ahəng qanunu pozulmayan sözün yazışı ilə tələffüzü arasında 2 fərqli məqam var. Ahəng qanunu pozulmayan partlamaq sözüdür. Yazışı və tələffüzü arasında 2 fərqli məqam var. Partlamaq. 2 fərqli məqam var. Bu partlamaq sözünə aiddir. 3-cüdə vurğusu 2-ci hecada olmayan sözdə d samitin kar qarşılığı iştirak edir. Bu ehtiramla sözünə aiddir. Vurğusu 2-ci hecada olmayan bir dəqiqə. 3-cü belə deyək fikir. Vurğusu 2-ci hecada olmayan sözdə vurğusu 2-ci hecada olmayan. Demək, ehtiramla sözünün vurğusuna baxıram. Ehtiramla vurğu 3-cü hecadadır. Partlamaq sözünə baxıram. Partlamaq. Partlamaq sözündə isə vurğu sondadır. Hər ikisinin demək, ehtiramla sözünün vurğu 3-cü hecada, partlamaq sözündə də vurğu 3-cü hecada, yəni sondadır. Hər ikisində vurğu 2-ci hecada deyil və sözdə d samitin kar qarşılığı iştirak edir. Bu hər ikisinə aid 3-cü fikir. Ona görə 3-ə aid etmirəm. 4-cüdə sözdə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi baş verir. Bu partlamaq sözünə aiddir. Amma daha doğrusu ehtiramla sözünə aiddir, amma partlamaq sözünə aid deyil. Ehtiramla sözündə la şəkilçisi nan şəklinə tələffüz olunur. Kəmiyyət dəyişikliyi olur. Amma partlamaq sözündə kəmiyyət dəyişikliyi yoxdur. Ona görə bunu sadəcə ehtiramla sözünə aid edirəm. Demək 1, 2, 4 düzgündür. 5-cidə sözdə qarşılığı olmayan samitlərin sayı qarşılığı olana nisbətən 'n' çoxdur. 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu, 20-ci, 21-ci, 22-ci, 23-cü, 24-cü, 25-ci, 26-cı, 27-ci, 28-ci, 29-cu, 30-cu, 31-ci, 32-ci, 33-cü, 34-cü, 35-ci, 36-cı, 37-ci, 38-ci, 39-cu, 40-cı, 41-ci, 42-ci, 43-cü, 44-cü, 45-ci, 46-cı, 47-ci, 48-ci, 49-cu, 50-ci, 51-ci, 52-ci, 53-cü, 54-cü, 55-ci, 56-cı, 57-ci, 58-ci, 59-cu, 60-cı, 61-ci, 62-ci, 63-cü, 64-cü, 65-ci, 66-cı, 67-ci, 68-ci, 69-cu, 70-ci, 71-ci, 72-ci, 73-cü, 74-cü, 75-ci
Bu ehtiramla sözünə baxıram. H samitinin qarşılığı yoxdur. R samitinin, M samitinin qarşılığı yoxdur. La şəkilçisi nan şəklinə tələffüz edilir. Orada da 2 N samiti olur. Ümumilikdə isə 5 qarşılığı olmayan samit var ehtiramla sözündə. Partlamaq sözündə isə bu 2 samitə aiddir, R və M. Bu isə daha çox ehtiramla sözünə aid oldu. Demək, yanlış olanlar demək, ehtiramla sözünün fonetik təhlilə bağlı hansı doğru fikirlə partlamaq sözünün fonetik təhlili üçün yanlışdır? Uyğun olan variantlar birinci, ikinci və demək, dördüncü variantlar oldu. Daha doğrusu fikirlər oldu. Ona görə düzgün olan C variantıdır. 103. Cədvəldən bütün uyğun sözləri müəyyən edin. Tərkibində Q-yi əvəzlənməsi olduğunu dəqiqlə demək olur. Körpüyə sözünün körpüyə sözünü bura aid etmirəm. Çünki körpü sözün köküdür. Burada yönlü H şəkilçisi əlavə olunur. Körpüyə olur. Bir də var körpəyə, yenə də Y bitişdiricisinə istifadə olunur. Ümumilikdə isə sözdə Q-yi əvəzlənməsi yoxdur. İkincidə dirəyə sözündə isə dirəyə sözündə isə dirək isim mənasında yönlü H şəkilçisi əlavə olunur. Dirəyə olur. Yəni Q samiti Y samitinə çevrilir. Ona görə də burada Q-yi əvəzlənməsi olduğunu dəqiqlə demək olur. Yəni dirəyə sözündə Q-yi əvəzlənməsi olduğunu dəqiq demək olur. Yəni bunu başqa cür biz işlədə bilmirik. Yəni başqa cür düşünülə bilmir. Üçüncüdə bəliyə sözü bələyə. Sadəcə burada Q-yi əvəzlənməsi baş vermir. Y bitişdiricisinə istifadə olunub. Ona görə 3 də aid deyil. Tərkibdə Q-yi əvəzlənməsi olduğunu dəqiqlə demək olmur. Dəliyə sözündə həm dəli adam mənasını işlənəndə yönlü H şəkilçisi əlavə olunur və Y bitişdirici, Y samiti bitişdirici olur. Bir də var ki, dəlik, yəni isim kimi, dəlik, Bu zaman isə Q-yi əvəzlənməsi baş verir. Yəni, burada isə dəqiqli demək olmur. Həm dəli mənasında Y bitişdiricisi və yönlü H şəkilçisi kimi işlənir. Həm də dəlik isim mənasında yönlü H şəkilçisi əlavə olunur. Q-ya, Q samiti Y samitinə çevrilir. Ona görə dördüncü də dəqiqli demək olmur. Beşincidə dənliyə sözü. Dənlik şəkilçisində olan Q samiti Y-ya çevrilir. Dənlik sözün yazılışında belə olur. Dənliyə Q-yi əvəzlənməsi baş verir. Bir də var ki, dənləyə. Burada isə Y bitişdiricisi kimi istifadə olunur. Ona görə də burada da dəqiqliklə demək olmur. Düzgün olanlar 2, 4 və 5-ci sözlərdir. A variantı. 104-də uyğunluğu müəyyən edin. Hədd hüdud sözü düzgün yazılmayıb. Bu səhvdir, düzgün yazılıb. Yazılmayıb deyir və qarşısına doğru yazıb. Bu səhvdir, yəni düzgündür. B-də monastır sözündə vurğu son hecaya düşmür. Monastır sözündə vurğu son hecaya düşmür və qarşısına doğru yazıb. Bu səhvdir. Monastır sözündə vurğu son hecaya düşür. C variantında almaz sözünün tələffüzü almaz şəklindədir. Bu səhvdir, almazdır. Yəni bu da bu səhvdir və qarşısında səhv yazıb. Yəni düzdür. D variantında anaqram sözündə vurğu ikinci hecadadır. Və doğru yazıb. Bu da səhvdir. Vurğu sondadır. Y variantında qızdırmadan
feilində vurğu yalnız bir hecada düşünülə bilər. Bəli, bir hecada düşünülə bilər, amma burada yanlış yazıb. Yəni yanlış yazıbsa bu onda o deməkdir ki, başqa hecalarda da düşünülə bilər. Xeyr. Qızdırmadan feilində vurğu yalnız bir hecada düşünülə bilər. Ya burada yazsaydı ki, qızdırmadan sözündə vurğu yalnız bir hecada düşünülə bilər. Bu zaman düz olardı, yəni yanlışdır. Çünki qızdırmadan həm feil ola bilər, həm də qızdırma mənasında isim ola bilər qızdırmadan. Buna görə də burada sadəcə feil deyir. Feil deyirsə vurğu sadəcə bir hecada olur, yəni fərqli cür düşünülə, fərqli şəkildə düşünülə bilmir. Ona görə düzgün olan C variantı oldu. Yəni alma sözün tələffüzü alma şəklindədir fikri. Alma sözünün tələffüzü alma şəklindədir fikri yanlışdır. Yəni düz yazıb C variantı. 105. Gərginliyi ölçən və rahatlanmaq sözlərinin fonetik təhlil ilə bağlı müqayisəsində hansı fikirlər diaqramın heç bir hissəsinə yazıla bilməz? Birincidə sözün yazışı ilə deyilişi arasında iki fərqli məqam var. Gərginlik, ölçən. Gərginliyi ölçən sözündə iki fərqli məqam var. Digər sözə baxıram. Rahatlanmaq, rahatlanmaq sözündə isə üç fərqli məqam var. Birinci fikir sadəcə gərginliyi ölçən sözünə aiddir və şərtdə nə deyir? Fonetik təhlillə bağlı müqayisəsində hansı fikirlə diaqramın heç bir hissəsini yazıla bilməz. Yəni burada elə bir fikir lazımdır ki, ümumiyyətlə heç birinə aid olmasın. Amma birinci fikir gərginliyi ölçən sözünə aiddir, çünki iki fərqli məqam var. Birinci aid deyil. İkinci, sözün yazışı deyilişi arasında üç fərqli məqam var. Bu isə rahatlanmaq sözünə aiddir. Yəni bu da düzgündür. Üçdə sözdə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi baş verir. Burada belə deyək. Gərginliyi ölçən və rahatlanmaq sözlərində keyfiyyət dəyişikliyi var. Yəni samitlər başqa bir samitə çevrilir. Amma kəmiyyət dəyişikliyi yoxdur. Yəni gərginliyi ölçən və rahatlanmaq sözlərinin nə səs düşümü olur, nə də səs artımı olur. Amma burada deyir ki, sözdə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi baş verir. Düzdür, keyfiyyət dəyişikliyi olur, amma kəmiyyət dəyişikliyi olmur. Ona görə üçüncü fikir heç birinə aid deyil. Dördüncü, eyni səs müxtəlif hərflərlə ifadə olunur. Eyni səs müxtəlif hərflərlə ifadə olunur. Baxıram, gərginliyi ölçən sözünə. Gərginliyi ölçən sözündə olan lik şəkilçisi nih şəklində tələffüz olunur. Və bu zaman 2 n samiti olur. Gərginlik. Yəni 2 n samiti olur. Və bu nə deməkdir? Eyni səs. Və hərflərə baxanda gərginliyi ölçən sözündə n samiti olduğu kimi qalır. Lik şəkilçisində olan l samiti isə fərqli, yəni bir samitdir. N və l fərqli samitlərdir, amma tələffüzdə necə olur? Eyni olur. Gərginlik ölçən. Ona görə dördüncü fikir gərginliyi ölçən sözünə aiddir və rahatlanmaq sözünə də aiddir. N samiti M samitinə çevrilir və 2 M samiti olur. Rahatlanmaq. Düzdür, fərqli samitlərdir, amma tələffüz zamanı eyni olur. 5-ci, eyni hərf müxtəlif səsləri ifadə edir. Eyni hərf müxtəlif səsləri ifadə edir. Gərginlik ölçən.
demək. Gərginliyi ölçəndə eyni hərflərə baxmaq lazımdır. Gərginlik ölçən eyni hərf müxtəlif səsləri ifadə edir. Bəli. Gərginliyi ölçən sözündə olan iki l samitin biri n kimi tələffüz olunur, biri isə olduğu kimi qalır. Ona görə də eyni hərfdir, yəni iki l samitidir, amma biri n kimi tələffüz olunur, biri isə olduğu kimi qalır. Eyni hərfdir, amma müxtəlif səsləri ifadə edir, düzdür. Rahatlanmaq sözündə görək, belə bir məqam varmı? Eyni hərf müxtəlif səsləri ifadə edir. Rahatlanmaq. Burada belə bir məqam yoxdur. Amma 5-ci fikir gərginliyi ölçən sözünə aid olduğu üçün yəni bunu sözə aid edə bilərik. Amma burada nə deyir? Heç birinə aid olmasın. Heç birinə aid olmayan sadəcə 3-cü fikirdir. Sözdə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi baş verir. Keyfiyyət dəyişikliyi baş verir, amma kəmiyyət dəyişikliyi yoxdur. Buna görə səhvdir. D variantı. 106. Hansı hökmləri əminliklə demək olmaz? Əgər sözdə h səsi varsa, deməli sözdə qarşılığı olmayan ən azı bir samit səs var, düzdür. Yəni h samitinin qarşılığı yoxdur. İkinci, əgər sözün yazılışında l samiti varsa, deməli sözdə ən azı bir sonor samit səs var. Bunu əminliklə demək olmaz. Ola bilər ki, elə bir söz var ki, məsələn, dostluq sözündə luq şəkilsi dostluq şəklində olur. L samiti d samitinə çevrilir. Bu zaman sonor samit olmur. Amma burada deyir ki, əgər sözün yazışında l samiti varsa, deməli sözdə ən azı bir sonor samit səs var. Amma sözü tələffüz edən zaman l samiti d samitinə çevrilə bilər. Yəni bunu əminliklə demək olmaz. Ona görə əgər sözün yazışında l samiti varsa, deməli sözdə ən azı bir sonor samit səs var fikri yanlışdır. 3-də əgər sözdə a saiti incisi qoşalıq yaradıbsa, deməli sözdə uzun tələffüz olunan sait var. Bunu da əminliklə demək olmaz. Yəni sözdə ola bilər ki, a saiti var. Yəni qoşalıq yaradıb. Amma sözdə uzun tələffüz olunan bir sait var. Əgər sözdə a saiti incisi qoşalıq yaradıbsa, deməli sözdə uzun tələffüz olunan sait var. Xeyr. Ola bilər ki, sözdə uzun tələffüz olunan sait olmasın. Bunu da dəqiqliklə demək olmur. 4-cü, əgər sözdə tələffüz zamanında samit incisi qoşalıq yaradıbsa, deməli sözdə ən azı 2 cingiltli samit var. Bəli, bu düzdür. Ən azı deyir. Yəni ola bilər ki, başqa cingiltli samitlər də olsun. Buna görə 4-cü düzdür. 5-ci, əgər sözdə q-yi əvəzlənməsi baş veribsə, deməli bu sözdə incə saitlərin ahəngi gözlənilir. Ola bilər ki, yəni qalın saitlərdə də elə söz olsun ki, qalın saitlidir. Bir dəqiqə. Yəni elə bir söz ola bilər ki, sözdə incə saitlərin ahəngi gözlənilməyib. Yəni orada qalın sait də var, amma q-yi əvəzlənməsi baş verib. Yəni q-yi əvəzlənməsi o demək deyil ki, təkcə incə saitli sözlərə aid olsun. Bu həm də elə bir sözə aid ola bilər ki, həm qalın, həm də incə saitlər olsun, amma q-yi əvəzlənməsi baş versin. Ona görə 106-da düzgün cavab, belə deyək, əminliklə deyə bilmədiyimiz fikirlər 2,
Əgər sözün yazışında l samiti varsa, deməli sözdə ən azı bir sonor samit səs var fikridir. Ola bilər ki, d samitinə çevrilsin l samiti. Dəqiq deyə bilmərik. Üçüncüdür, əgər sözdə a sait ingilisli qoşalıq yaradıbsa, deməli söz uzun tələffüz olunan sait var. Bunu da dəqiq deyə bilmərik. Dördüncüdə, əgər sözdə tələffüz zamanı samit ingilisli qoşaq yaradıbsa, deməli sözdə ən azı 2 cingil samit var, düzdür. Ən azı 2 cingilli samit var, bu da düzdür. Əgər sözdə köyi əvəzlənməsi baş veribsə, deməli bu sözdə incə saitlərə hangi gözlənilib? Bunu da belə deyək, əminliklə deyə bilmərik. Ola bilər ki, sözdə həm incə, həm də qalın saitlər olsun və köyi əvəzlənməsi baş versin. Buna görə 2, 3, 5, Y variantı. 107. Sözləşməyin sözün fonetik təhlili əsasında uyğunluğu müəyyən edin. Əminliklə deyilə bilər. Sözdə 2 qapalı sait var. Sözləşməyin sözünü 2 cür düşünə bilərik. Sözləşməyin, yəni inkarlıq şəkilçisi olan zaman belə olur. Sözləşməyin. Bir də var sənin sözləşməyin. Sənin sözləşməyin. Vurğu sonda olur. İndi burada baxıram. Əminliklə deyilə bilər. Sözdə 2 qapalı sait var. Sözləşməyin. Sözləşməyin şəklində olursa feil olur və vurğu ikinci hecadə olur. Sözdə 2 qapalı sait olurmu? Əminliklə deyə bilərikmi? Bunu əminliklə deyə bilmərik. Bir də var sənin sözləşməyin. Bu şəkildə olur daha doğrusu. Sözləşməyin. Əl saiti i saitinə çevrilir. Yəni 2 qapalı sait olur. Bu feilin inkar formasında olur. Sözləşməyin. Bir də var ki, sənin sözləşməyin. Bu zaman isə belə deyək, 2 qapalı sait olmur. Sadəcə belə olur. Sənin sözləşməyin. Sənin sözləşməyin bu şəkildə olur. Buna görə birincini əminliklə deyə bilmərik. İkincidə vurğusu 3-cü hecaya düşməyən sözdə d səsi var. Vurğusu 3-cü hecaya düşməyən sözdə d səsi var. Bəli, vurğusu məsələn, feilin inkar formasında işlədəndə sözləşməyin olur. Bir də var sənin sözləşməyin. Məsdər formasında sənin sözləşməyin. Yəni sənin sözləşməyin. İnkar formasında olanda vurğu ikinci hecada, məsdər formasında olanda vurğu sonda olur. Yəni nəticədə hər iki belə deyək, mənada da vurğu üçüncü hecada olmur və d səsi hər ikisinə d səsi olur. Sözləşməyin inkar formasında, bir də var sənin sözləşməyin d səsi olur hər ikisində də. Ona görə ikinci fikri əminliklə deyə bilərik. Əminliklə deyə bilmərik. Üçüncüdə sözdə bir qapalı sait var. Bunu belə deyək, əminliklə deyə bilmərik. Bayaq da dediyim kimi inkar formasında olanda sənin sözləşməyin bu şəkildə olur. Əl saiti qapalı i saitinə çevrilir. Bir də var məsdər kimi sənin sözləşməyin. Bu zaman isə əl sait olduğu kimi qalır. Əl saitlər olduğu kimi qalır. Belə deyək. Heç bir dəyişim olmur. Yəni sadəcə bir qapalı sait olur. Sözdə bir qapalı sait var, ona görə yanlışdır. Həm sözləşməyin. Feilin inkar formasında 2 qapalı sait olur. Məsdər formasında sənin sözləşməyin bir qapalı sait olur. Bunu da dəqiq deyə bilmirəm. Ona görə üçüncü fikir əminliklə deyilə bilməz. 4-də sözdə keyfiyyət dəyişikliyi baş verir, düzdür. Həm inkar formasında sözləşməyin l samiti d samitinə çevrilir, əl saiti i saitinə çevrilir. Bir də ki, məsdər formasında sənin sözləşməyin. Bu zaman isə sadəcə l samiti dəyişir. Yəni d samitinə çevrilir. Yəni nəticədə hər ikisində keyfiyyət dəyişikliyi baş verir. Keyfiyyət dəyişikliyi nədir? Samit başqa bir samitə çevrilir.
Dördüncüdə hər ikisinə aid edirəm, yəni əminliklə deyilə bilər. Əminliklə deyilə bilməz 3 oldu, əminliklə deyilə bilər 2 oldu. 2, 3, A variantı. 108-də cədvəlin sol xanalarında yer alan sözlərin yazışı düzgün, sağ xanalarında yer alan sözlərin yazışı yanlış olmalıdır. Hansı sözlər bu şərti pozur? Məhşər sözü demək, sol xanadadsa yazılış düzgün, sağ xanadadsa səhvdir. Bu şərti pozan hansıdır? Demək, onda belə olur. Sol xanada yanlış olana baxıram. Məhşər sözü düzdür. Sahmanlı sözü sol xanadadsa düzgün. Demək, sahmanlı sözü düzdür. Qisim sözü yox, qisim. İ olmalıydı. Yəni, bu yanlışdır. Demək, düzgün olan xanada, yəni sol xanada qisim sözü yanlışdır və belə deyək, şərti pozur. Təchiz sözü, təchiz sözü də düzgündür. Sağ tərəfdə olanlar yanlışdır, amma orada biz doğrunu axtarmalıyıq. Dəsxət sözü düzdür. Hüsn Camal sözü də düzdür. Nuşcan sözü, bir dəqiqə, sağ tərəfdə olanlar yanlış olmalıdır, amma biz doğrunu axtarmalıyıq. Demək, dəsxət və hüsn Camal sözləri düzdür. Nuşican olmalıdır. 7-ci səhvdir. 8-cidə isə rəsmi xət yox, rəsm xət olmalıdır. Ona görə 8 də səhvdir. Sağ tərəfdəki xanada dəsxət, hüsn Camal sözləri düzdür. Birinci xanada isə sahmanlı sözü, daha doğrusu qisim sözü yanlışdır. Demək, doğru olan xanada səhv olan söz qisim sözü, yanlış olan xanada isə düz olanlar dəsxət, hüsn Camal sözlərdir. 3, 5, 6 B variantı. 109. Hansı sözün tələffüzü düzgün qeyd olunsa da hecalara bölünməsi yanlışdır? Tələffüz düzgündür. Hecalara bölünmə yanlışdır. Orfoqraf sözündə arfoqraf. Tələffüzü düzgün, hecalara bölünməsi yanlışdır. Orfoqraf sözü düzgün, yəni tələffüzüm arfoqraf kimi tələffüz edirik. Hecalara bölünməsi də düzdür. Orfoqraf, qraf, belə deyək, hissəsi, yəni bu şəkildə belə deyək, ayrılır. Orfoqraf. Ona görə bu düzdür. B variantında maddi sözünə baxıram. Maddi sözünün yazılışı düzdür. Tələffüzü də, hansı sözün tələffüzü düzgün qeyd olunsa da hecalara bölünməsi yanlışdır. Tələffüzü düzgündür, maddi uzanma var və hecalara bölünməsi də düzgündür, maddi bu şəkildə olur. Behiştin sözündə sözün yazılışı düzgündür. Tələffüzü behiştin düzdür. Amma hecalara bölünmə həmişə yazılış əsasında aparılır, tələffüz əsasında aparıla bilməz. Ona görə, buna görə o səbəbdən behiştin sözündə olan D samiti orada olmamalıydı. Bu sadəcə tələffüzdə olur. Yəni belə olmalıdır. Behiştin. Behiştin bu şəkildə olmalıdır. Yəni dediyim kimi tələffüz, hecalara bölünmə tələffüz yox, yazılış əsasında aparılmalıdır. Digər sözlərə baxıram. Kilometr. Kilometr sözündə
dəyişim, yəni kilometr sözü də belə deyək, yazışı düzgündür. Tələffüzü düzgündür. Kilometr. Metr hissəsi ayrı yazılmalıdır. Yəni bütöv yazılır. Ayrı bir heca kimi yazılır. Eyni ilə orfoqraf sözündə olan qraf hissəsi kimi. Kilometr sözündə olan metr hissəsi də ayrı heca kimi yazılmalıdır. Maddə sözündə maddə sözün yazışı düzgündür, tələffüzü səhvdir, uzanma hadisəsi olmalıdır. Maddə. Hecalara bölünməsi də yanlışdır. Çünki əl saiti orada bir heca kimi ayrılıb. Bu yanlışdır. Tələffüzü düzgün qeyd olunan behiştin sözünün yazışı düzgündür, tələffüzü düzgündür, amma hecalara bölünməsi yanlışdır. Çünki heca sözün yazılışına əsasına aparılır, tələffüzünə görə yox. Hansı sözün fonetik təhlili ilə bağlı fikir verilməyib? Söz kar samitlə başlayıb, kar samitlə bitir. Demək. Söz kar samitlə başlayıb, kar samitlə bitir. Belə bir söz burada yoxdur. Yazışdakı kar samitlərdən biri tələffüz zamanı cingiltli qarşılı əvəz olunur. Bu turistlər sözünə aid yox. Turistlər sözünə yox. Ötkəm sözünə aid edilə bilər. K samiti G samitinə çevrilir. Ötkəm bu şəkildə olur. A variantını çıxıram. Sözdəki müxtəlif cinsli qoşa samitlər yazıldığı kimi tələffüz olunur. Mövsüm sözündə qoşa samitlər yazıldığı kimi tələffüz olunur. B variantını da çıxıram. C variantında demək, sözdə yalnız bir T samiti var. Bu turistlər sözünə aiddir. Turistlər sözünə T samit tələffüz zamanı düşür. Yəni ikinci T samit düşür. Turistlər bu şəkildə olur. Bir T samiti var. D variantına aid etmirəm. C və Y variantı qaldı. Sözdə F samitin cingiltli qarşılığı var. Sözdə F samitinin cingiltli qarşılığı V-dır. Bu mövsüm sözündə olan V-dır. Üçüncü fikir, sözdəki müxtəlif cinsli qoşu samitlər yazıldığı kimi tələffüz olunur. Bu həm də aşpaz sözünə də aiddir. Aşpaz sözündə olan P samiti B kimi tələffüz olunmur. Aşpaz necə yazılırsa eldə tələffüz olunur. C variantını da aid etmirəm. Qaldı Y variantı. Y variantına aid olan fikir isə burada yoxdur. Ona görə hansı sözün fonetik təhlili ilə bağlı fikir verilməyib? Y variantıdır. 111-də cədvəldən bütün uyğun sözləri müəyyən edin. Nöqtələrin yerinə N hərfi yazılmalıdır. Münbit sözündə N samiti yazılmalıdır. Peyğəmbər sözünə M samiti yazılmalıdır. Hambal sözündə M samiti yazılmalıdır. Demək, M samiti olanlar Peyğəmbər, hambal sözüdür. Birinci söz isə N kimi yazılır. Münbit. Nöqtələrin yerinə M hərfi yazılmalıdır. Combine, tramvay. Tramvay yox, tramvay. 4-5, demək 1, 4-5 D variantı. 112. Verilən sözlərin fonetik təhlili əsasında cədvəldəki uyğunsuzluğu müəyyən edin. İstiyəsidir. İstiyəsidir. Sözün tələffüzü bu şəkildədir. Xoşbəxtdir. Xoşbəxtdir. Bu şəkildə olur. İndi baxıram doğru olanlara. Uyğunsuzluq lazımdır. Demək, uyğunsuzluq deyirsə, doğruda yanlış, yanlış deyirsə doğrunu tapmalıyıq. Şəxs şəkilçisində R samitinin düşümü şəxs şəkilçisində R samitinin düşümü sözlər üçün ortaq cəhət ola bilər. İstiyəsidir, istiyəsidir.
düzdür. İstəyəsidir. R samiti düşür. Xoşbəxtdir. Hər ikisinə də dir şəkilçisindən R samiti tələffüz zamanı düşür. Bəli, ortaq cəhət sayıla bilər. İkincidə. Hər iki sözdə D samitinin kar qarşılığı iştirak edir. D samitinin kar qarşılığı T samitidir. Və bu heç bir sözdə yoxdur. İstəyəsidir sözündə T samiti D samitinə çevrilir. Xoşbəxtdir sözündə isə T samiti tələffüz zamanı düşür. Xoşbəxtdi. Xoşbəxtdi. Bu şəkildə olur. Hər iki sözdə D samiti kar qarşılığı iştirak edir. Fikri yanlışdır. Doğruda yanlış, yəni uyğunsuzluq lazımdır. Doğruda yanlış olan ikinci oldu. Üçüncüdə yanlış olan tərəfə baxıram. Sözlərdən birində qapalı sahitlər açıq sahitlərdən daha çoxdur. İstəyəsidir. İstəyəsidir sözündə, bəli, qapalı sahitlər daha çoxdur. Həm də burada sözdə tələffüz zamanında bir qapalı sahit əlavə olunur. İstəyəsidir. 4 qapalı sahit olur. Və nə deyir burada? Deyir ki, sözlərdən birində qapalı sahitlər açıq sahitlərdən daha çoxdur. Bəli. Yanlış deyilsə doğru 3. Dördüncü fikir. İkinci sözün tələffüzü xoşbəxt şəklindədir. Bu səhv. Xoşbəxt, xoşbəxtdi. Bu şəkildə olur. Demək, doğruda yanlış 2 oldu. Hər iki sözdə D samitinin kar qarşılığı iştirak edir. Fikri yanlışdır. Çünki tələffüz zamanı düşür. Birində düşür, birində isə öz cingiltli qarşılığına, yəni D samitinə çevrilir. Nəticədə isə heç birində T samiti yoxdur. Doğruda yanlış 2, yanlışda doğru 3'dür. Çünki istəyəsidir sözündə qapalı sahitlər daha çoxdur. 2, 3, B variantı. 113. Hansı sözlərin yazıcı bir neçə əsas nitq hissəsi kimi düşünülə bilər? Yazdır sözü olduğu kimi qalır. Çünki dır şəkilçisi orada leksik şəkilçidir. Ona görə düşmə hadisəsi baş vermir. Ona görə də birincini aid etmirəm. İkincidə düşünməyin. Düşünməyin sözü sadəcə feil kimi işlənir. Üçüncüdə diriyə. Bu həm diri insan mənasında diriyə yönlük H şəkilçisi əlavə olunur. Bir də həm də feil kimi işlənə bilər dirəyə, dirəmək mənasında. Ona görə bu həm diri sifəti kimi, həm də dirə feili kimi düşünülə bilər. Üçüncü düzgündür. Bölmədi. Bölmədi sözü həm feil kimi işlənə bilər. Bölmədi, daha doğrusu bölmədi. Bölmədi bu şəkildə olur. Zaman şəkilçisidir, di şəkilçisi. Bir də var isim kimi bölmədir. Nədir? Sadəcə dir şəkilçisindəki r samit düşür və bölmədi şəklində qalır. Bu həm isim, həm də feil kimi düşünülə bilər. Sağdır sözü. Sağdır. Feil kimi işlənə bilər. D şəkilçisi, zaman şəkilçisidir. Həm də sağdır şəklində demək. Sifət kimi də işlənə bilər, feil kimi də işlənə bilər. Sağdır. Sağdır. Sifət kimi D şəkilçisində olan R samit düşür. Bir də var sağdı. Sağdı. Feil kimi və zaman şəkilçisi var. Demək, fərqli nitq hissəsi kimi düşünülə bilənlər 3, 4, 5 oldu. 3 həm sifət, həm feil kimi işlənə bilir. Bölmədi sözü həm isim, həm feil kimi işlənə bilir. Sağdır sözü həm sifət, həm də feil kimi işlənə bilir. 3, 4, 5, Y variantı. 114. Hansı sözlərdə kökdə deyil, leksik şəkildə kəmiyyət dəyişikliyi müşahidə olunur? Kəmiyyət dəyişikliyi nə deməkdir? Ya səs düşümü və yaxud da səs artımı baş verir. Kökdə deyil. Fəaliyyət sözünə baxıram. Fəaliyyət sözündə sözün kökü fəaldır. Şəkilçi iyyətdir. Və burada bəli, kəmiyyət dəyişikliyi baş verir. Yəni, y samitlərindən biri tələffüz zamanı düşür. Kəmiyyət dəyişikliyi o demək deyil ki, sözdə yalnız səs artımı hadisəsi baş versin. Sözdə həm də səs düşümü də baş verir.
həm səs düşümü ola bilər, həm səs artımı ola bilər. Ona görə fəaliyyət sözündə sözün kökü olduğu kimi qalır. İyyət şəkilçisində olan y samitlərindən biri tələffüz zamanı düşür. Fəaliyyət bu şəkildə olur. 1 düzgündür. İkincidə məişətçilik. Məişət sözündə i saitlərinin y samiti əlavə olunur və burada leksik şəkilçidə hər hansısa bir kəmiyyət dəyişikliyi yoxdur, amma kökdə var. Ona görə ikinci fikir bizə lazım deyil. Üçüncüdə niskillisiz. Niskillisiz sözündə siniz şəkilçisi qrammatik şəkilçidir, leksik deyil. Və bəli, kəmiyyət dəyişikliyi olur. Niskillisiz olur. Niskillisiniz yox. Niskillisiz. Tələffüzdə niskillisiz şəklində olur. Amma bu leksik şəkilçi deyil, qrammatik şəkilçidir. 3 də aid deyil. Dördüncü, ehtiyatla. Ehtiyatla sözü ehtiyatla şəklində tələffüz olunur və kökdə dəyişim yoxdur, amma leksik şəkilçi, yəni lar şəkilçisi nan şəklində tələffüz olunur. Bu da ehtiyatla deməkdir. Yəni tələffüz zamanı ehtiyatla şəklində tələffüz edirik. Beşincidə asanlıqla. Asanlıqla sözün kökü asandır. Kəmiyyət dəyişikliyi isə baş verir. Bəli, sözə yeni bir səs əlavə olunur, hərf əlavə olunur. Asanlıqla, asanlıqla. La şəkilçisi nan şəklində tələffüz olunur. La şəkilçisi nan şəklində tələffüz olunur, yəni artım baş verir. Ona görə yəni yeni bir səs artırılır. Ona görə də düzgün olanlar fəaliyyət, ehtiyatla, asanlıqla sözləri oldu. 1, 4, 5 C variantı. 115. Düzgün yazılan sözün fonetik təhlili ilə bağlı doğru fikri müəyyən edin. Kulminasiya sözündə burada i saiti olmamalı, kulminasiya olmalıdır. Yəni kulminasiya sözü səhvdir. Kulminasiya olmalıdır. Yazışda kulminasiya, kulminasiya yox. Ona görə bu səhvdir. Səlislik sözündə t yox, t olmalı deyil. Səlislik bu şəkildə olmalıdır. Ona görə bu da səhvdir. Cah-calal sözündə yox, a olmalı. Cah-calal bu da səhvdir. Düzgün olan dekorativ sözüdür. Demək, A variantı ahəng qanunu pozulan bu söz kar samitlə başlayıb, kar samitlə bitir səhvdir. Cingirtli samitlə başlayıb, cingirtli samitlə də bitir. B variantında sözdə vurğu son hecadadır. Bəli, sözdə vurğu son hecadadır. Dekorativ. Dekorativ. Sonuncu hecadadır. Ona görə B variantı düzgündür. Digər variantlara baxıram. Sözdə səs düşümü hadisəsi baş verir. Belə bir məqam yoxdur. Dekorativ. Heç bir belə bir məqam yoxdur. D variantında yazışı deyilişi arasında 3 fərqli məqam var. Yazışı və deyilişi arasında bir fərqli məqam var. O sait A saitini çevrilir. Orada olan demək dekorativ. Demək, orada olan o sait A saitinə çevrilir və burada bir fərqli məqam oldu. Ona görə D variantı da səhvdir. Yəni 3 fərqli məqam var fikri yanlışdır. Y variantında kar samitlərin sayı cingiltilərə nisbətən çoxdur. Demək, bunu müəyyən eləmək üçün demək dekorativ sözündə cingiltli samitlərə baxıram. V cingiltilidir, R cingiltilidir, D cingiltili. 3 cingiltli samit var. Kar olanlar K və T samitlərdir. Və kar samitlərin sayı cingiltilərə nisbətən çoxdur. Fikri yanlışdır. 3 cingiltili, 2 kar samit var. Ona görə düzgün olan B variantıdır. Sözdə vurğu son hecadadır. Dekorativ. 116. Birləşmələrin aslı tərəfinin fonetik təhlil ilə bağlı boş xanalardan birləşmələrin aslı tərəfinin fonetik təhlil ilə bağlı boş xanalardan yalnız birinə yazıla biləcək fikirdir. Aslı tərəf, birinci tərəfə baxmaq lazımdır. Sözdə K səsi var.
Yalnız birinə yazılmalıdır. Hər ikisində var. Haqq sözündə k samiti işlənir. Nahaq sözündə də k samiti işlənir. Hər ikisinə aid olduğu üçün aid etmirəm. Çünki yalnız birinə aid olmalıdır. B variantında sözün son səsi x kimi tələffüz olunur. Xeyr, bu ümumiyyətlə heç birinə aid deyil. A variantı hər ikisinə aiddir. B variantı heç birinə aid deyil. Qoşa samitlərdən biri düşür, digər k kimi tələffüz edilir. Bu haqq sözünə aiddir ki, qoşa q samitlərindən biri düşür və biri də k kimi tələffüz olunur. Nahaq sözündə isə düşmək yoxdur. Ona görə bu sadəcə C variantı sadəcə haqq sözünə aiddir. Yəni birinci xanaya aiddir. D variantında sözün yazışı ilə deyilişi fərqlənmir. Bu ümumiyyətlə heç birinə aid deyil. Yəni hər ikisi üçün yanlışdır. Y variantı sözün son samitin tələffüzü birləşmənin əsas tərəfindəki sözün son samitinin tələffüzü birləşmənin əsas tərəfindəki sözün ilk səsindən asılı deyil. Sözün son samitinin tələffüzü birləşmənin əsas tərəfində sözün ilk səsindən asılı deyil. Məsələn, haqq sözündə haqq deyirik. Haqq. Nahaq sözündə də heç bir söz olmasa da nahaq deyirik. Yəni k kimi tələffüz olunur hər ikisində də. Amma burada deyir ki, ilk səsindən asılı deyil. Bəli, düz deyir. Asılı deyil. Yəni sözün son samit tələffüzü birləşmənin əsas tərəfindəki sözdən, sözün ilk səsindən asılı deyil. Yəni ikinci tərəfdə, yəni özlərindən sonra söz gəlməsə də yenə də k kimi tələffüz olunur. Ona görə Y variantı hər ikisinə aiddir. Amma 116-da olan demək haqq söz və nahaq danışıq sözlərində demək C variantında qoşu samitlərdən biri düşür, digər k kimi tələffüz olunur. Bu isə sadəcə haqq sözünə aiddir. Çünki nahaq sözünün düşmə yoxdur. Haqq sözünə düşmə var və q samitinin biri k kimi tələffüz olunur. Düzgün variant C variantı. 117. Klasterin yalnız birinci şərtinə uyğun gələn sözü müəyyən edin. Klasterin yalnız birinci şərtinə. Birinci şərt hansıdır? Eyni səs müxtəlif hərflərlə ifadə olunub. İkinci şərt, müxtəlif səslər eyni hərflə ifadə olunub. A variantında hüdudlu sözünə baxıram. Eyni səs müxtəlif hərflərlə ifadə olunub. Hüdudlu sözündə lu şəkilçisi du kimi tələffüz olunur. Hüduddur. Bu söz isə hüdud sözündə olan d samitində də var. Yəni bu hərf. Burada isə eyni səs hüduddur. Demək, eyni səs hansı oldu? Hüdud sözündə olan d samiti və lu şəkilçisində. Lu şəkilçisi tələffüz zaman du şəklində. Yəni hüduddur. Lu şəkilçisi du kimi tələffüz olunur. Nəticədə 2 d samiti yaranır. Eyni səs müxtəlif hərflərlə ifadə olunub mu? Bəli. D samiti D samiti olduğu kimi qalır. Lu şəkilçisi isə du kimi tələffüz olunur. Yəni orada D samiti olur. Fərqli hərflərdir, amma eyni səsi ifadə edib. Düzdür. İkinci fikrə baxıram. Müxtəlif səslər eyni hərflə ifadə olunub. Hüdudlu sözündə olan ikinci d samiti t kimi tələffüz olunur. Müxtəlif eyni hərflərdir hüdud sözündə olan. 2 d samiti var da hüdud sözündə. Amma ikinci d t kimi tələffüz olunur. Bu da ikinci şərtə aiddir. Müxtəlif səslər, yəni d, t eyni hərflə ifadə olunur. Hüdudlu sözündə olan ikinci d t kimi tələffüz olunur. Amma yazılışda 2 d-dır. Amma tələffüzdə d hərfinin biri, yəni ikinci d t kimi tələffüz olunur. Ona görə də bu ikinci fikrə də aiddir, hər ikisinə aiddir. Ona görə A variantı aid deyil. Bu hər iki şərtə uyğundur. B variantında duzlaşma. Eyni səs müxtəlif hərflərlə ifadə olunub. Eyni səs müxtəlif hərflərlə ifadə olunubmu? Bəli. Duzlaşma sözündə olan la şəkilçisi daş şəklində tələffüz olunur və nəticədə sözdə olan duz sözündə olan d hərfi ilə daş
şəkilçisində olan D hərfi eynidir. Eyni səsdir, amma hərfləri müxtəlifdir. Laş şəkilçisində olan L hərfi ilə duz sözündə olan D hərfi tamamilə fərqli hərflərdir. Amma səslənməsi zamanı, yəni tələffüz zamanı belə olur. Duz, daşma, duz, daşma, belə olur. Duzdaşma. Ona görə B variantı, demək, B variantında olan duzdaşma sözü birinci şərt uyğundur, amma ikinci şərt uyğundurmu? Müxtəlif səslər eyni hərflə ifadə olunub. Burada isə belə bir məqam yoxdur. Yəni, müxtəlif səslər eyni hərflə ifadə olunsun. Belə bir məqam yoxdur. Ona görə birinci şərti, duzdaşma sözü sadəcə birinci şərtə aiddir. C variantına baxıram. Düzgün olan duzdaşma sözüdür, amma digər sözlərdə baxıram. Anlaşılmazlıq. Anlaşılmazlıq. Anlaşılmazlıq sözündə eyni səs müxtəlif hərflərlə ifadə olunubmu? Anlaşılmazlıq sözündə eyni səs müxtəlif hərflərlə ifadə olunub. Bəli. Demək, daha doğrusu birinci L hərfi N kimi tələffüz olunur. Eyni səs müxtəlif hərflərlə ifadə olunur, düzdür. Müxtəlif səslər eyni hərflə ifadə olunub, düzdürmü? Anlaşılmazlıq. Müxtəlif səslərə baxıram. Demək, müxtəlif səslər eyni hərflər hansılardır? L samitləridir. L samitlərindən biri olduğu kimi qalır. L şəkilçisində olan, yəni anlaşılmazlıq sözündə olan ikinci L samiti olduğu kimi qalır. L şəkilçisində olan L samiti isə D samiti kimi tələffüz olunur. Anlaşılmazdıq. Yəni, burada hərflər eynidir. 2 L samiti var, amma biri L kimi olaraq L hərfi kimi qalır, biri isə D samitinə çevrilir. Ona görə C variantı da hər iki şərtə uyğundur. D variantında ensizlik. Eyni səs müxtəlif hərflərlə ifadə olunub. Eyni səs müxtəlif hərflərlə ifadə olunub. Eyni səs hansıdır burada? Ensizlik sözündə varmı belə bir məqam? Eyni səs, ensizlik. Ensizlik. Burada belə bir məqam yoxdur ki, burada eyni səs olsun və müxtəlif hərflərlə ifadə olunsun. İkinci fikrə baxıram, müxtəlif səslər eyni hərflə ifadə olunub. Eyni hərflərə baxıram, burada eyni hərf varmı? Yoxdur. Ensizlik sözü heç birinə aid deyil. Y variantında evlənməklə, daha doğrusu evlənməklə, eyni səs müxtəlif hərflərlə ifadə olunub. Düzdür. Evlənməklə sözündə birinci N samiti M, daha doğrusu ilə sözdə bir N samiti var. Sözdə olan N samiti M kimi tələffüz olunur. Evlənməklə. Yəni, eyni səs müxtəlif hərflərlə ifadə olunub, düzdür. Yazışda müxtəlif hərfdir, amma tələffüzdə N samiti M-yə çevrildiyi üçün bu birinci şərtə aiddir. İkincidə müxtəlif səslər eyni hərflə ifadə olunub. Müxtəlif səslər eyni hərf varmı? Bəli, var. L samitləri. İndi onlara baxmaq lazımdır. Eyni hərflər müxtəlif səslərlə ifadə olunub. Evlənməklə, bəli, L samiti, yəni L şəkilçisi nən şəklində tələffüz olunur. L samitdə N samitinə çevrilir. Bəli, ikinci fikrə də uyğundur. Müxtəlif səslər eyni hərflə ifadə olunur fikri düzgündür. Düzgün olan variant B variantı oldu. Çünki sadəcə birinci şərtə aiddir. Demək, 118-ci testdə müqayisə cədvəlindən uyğun fikirləri seçin.
Teatrşünaslıq və məşhurlaşmaq sözünə baxıram. Sözün yazışı və tələffüzü arasında iki fərqli məqam var. Sözün yazışı və tələffüzü arasında iki fərqli məqam var fikri. Məşhurlaşmaq sözünə də aid olduğu üçün hər ikisinə aid ortaq fikirdir. Buna görə də bu doğru deyil. İkincidə sözün teatrşünaslıq lıq şəkilçisində lıq şəkilçisi dıq şəklində tələffüz olunur. Məşhurlaşmaq sözündə də laş şəkilçisi, daha doğrusu laş şəkilçisində olan l samiti r samitinə çevrilir. Sonuncu q samiti x samitinə çevrilir. Burada da iki dəyişim var. Hər ikisində iki dəyişim var deyə ortaq fikir sayılmır. İkincidə sözün kökü yazıldığı kimi tələffüz edilsə də leksik şəkilçilərdən birində keyfiyyət dəyişikliyi baş verir, düzdür. Lıq şəkilçi dıq kimi tələffüz olunur, kök isə olduğu kimi tələffüz olunur. Teatrşünaslıq. Kök olduğu kimi tələffüz edilir, sadəcə keyfiyyət dəyişikliyi baş verir şəkilçidə, yəni şəkilçidə olan samitlər başqa bir samitə çevrilir. Burada belə bir məqam var. Belə bir sual yarana bilər ki, məşhurlaşmaq sözündə də leksik şəkilçi vardı, orada da keyfiyyət dəyişikliyi baş verir. Yəni, laş şəkilçisi raş şəklində tələffüz olunur. Amma burada deyir ki, sözün kökü yazıldığı kimi tələffüz edilsə də, leksik şəkilçilərdən birində teatrşünaslıq sözündə iki leksik şəkilçi var və onun birində keyfiyyət dəyişikliyi baş verir. Yəni, şünas sözü, daha doğrusu üzr istəyirəm, şünas şəkilçisi olduğu kimi qalır. Yəni, iki leksik şəkilçi var. Şünas, lıq. Lıq şəkilçisi fərqli tələffüz olunur. Amma məşhurlaşmaq sözündə sadəcə bir leksik şəkilçi var. Burada isə deyir ki, leksik şəkilçilərdən birində. Demək, burada iki leksik şəkilçi var və onun biri keyfiyyət dəyişikliyinə məruz qalır. Buna görə ikinci sadəcə teatrşünaslıq sözünə aiddir. 3-də səs uzanması olmayan sözdə x, daha doğrusu i səsinin cingiltili qarşılığı yoxdur. İ səsinin cingiltili qarşılığı y samitidir. Və bu heç bir sözdə yoxdur. Ona görə üçüncü fikir hər ikisinə aid olduğu üçün heç birinə aid deyil. Daha doğrusu hər ikisinə aiddir. Yəni elə ortaq olduğu üçün bu səhvdir. Dördüncüdə söz kökündə fərqli məqam olmayan bu sözdə qarşılığı olmayan samitlər işlənib. Söz kökündə fərqli məqam olmayan heç birinin kökündə fərqli məqam yoxdur. Qarşılığı olmayan samitlər işlənibmi? Bəli. Teatr sözündə r samitinin qarşılığı yoxdur. Şünas şəkilçisində n samitinin qarşılığı yoxdur. Məşhurlaşmaq sözündə isə iki qoşa r samiti var. Bir də m samiti var və h samiti də var. Və söz kökündə fərqli məqam olmayan bu sözdə qarşılığı olmayan samitlər işlənib, bəli işlənib. Hər ikisinə aid olduğu üçün bunu da aid etmirəm. 5-cidə sözdəki saitlər eyni sait qrupunda yer ala bilmir. Bəli, çünki sözdə həm incə, həm də qalın saitlər olduğu üçün eyni sait qrupunda yer ala bilmir. 3-4-ü çıxıram, biri də aid etmirəm. Uyğun olanlar 2-ci və 5-ci fikirlərdir. 2-5 olan isə D variantındadır. Düzgün variant D variantı. 119. Neçə sözün vurğusu dəyişməklə leksik mənası dəyişsə də, ümumi qrammatik mənası dəyişmir. Elektrik sözündə vurğu dəyişir. Elektrik sözünə vurğu ikinci hecada olanda elektriklə məşğul olan insan mənasındadır. Vurğu sonda olanda isə naqil, xət mənasında elektrik mənasını verir. Hər iki mənada da vurğu, yəni dəyişsə də, hər iki mənada da isimdir. Ona görə biri aid, daha doğrusu, mənası dəyişmir. Ümumi qrammatik mənası.
Biri aid edirəm, çünki burada deyir ümumi qrammatik mənası dəyişmir. Yəni hər iki mənada da isimdir. Şaxta sözündə, şaxta sözü də həm yer, mədən mənasında şaxta, həm də qışda olan şaxta mənasında hər iki mənada da isimdir. İkincini də aid edirəm. Nərə sözü sadəcə uzanmaya görə olur, vurğuya görə yox. Ona görə 3 aid etmirəm. Dördüncü, mütləq sözü həm sifət, həm zərf kimi işlənə bilər. Məsələn, mütləq kitab oxuyacağam. Bir də var ki, bu cavab mütləqdir. Burada isə sifət kimi işlənə bilər. Həm zərf, həm sifət kimi işlənə bilər. Yəni, qrammatik mənaları fərqlidir. Beşinci, analitik. Analitik həm insan ola bilər, analitika ilə məşğul olan insana, həm də bu analitik sifət kimi işlənə bilər. Ona görə 5-ci də həm isim, həm sifət kimi işlənə bilir. Yəni, qrammatik mənası dəyişir. Qrammatik mənası dəyişməyən elektrik və şaxta sözləri oldu. Hər ikisi də isim mənasında işlənir. Ona görə düzgün olan Y variantıdır. 120. Yatırlar sözünün fonetik təhlilə bağlı hansı fikirlər əminliklə demək olar? Birinci, qrammatik şəkilçidə keyfiyyət dəyişikliyi baş verir.